Funksiyanın üzərinə nəsə gələndə, yəni y-ın üzərinə gələn. Y oxu boyunca hərəkət eləyəcəksən. X-ın üzərinə nəsə gələndə X oxu boyunca hərəkət eləyəcəksən. Və Y oxu boyunca hərəkət rahatdır. Üstünə gələndə yuxarı qaldıracaqsan, çıxanda aşağı düşəcəksən. Məsələn, bu x kvadratıdır. İndi x kvadratı üstəgəl 1, 1 vahid qalxdı yuxarı. X kvadratı üstə 2, 2 vahid qalxdı yuxarı. Nə bilim, x kvadratı üstə 3, 3 vahid qalxdı yuxarı. Və ya x kvadratı çıx 1, 1 vahid düşdü aşağı. Çıx 2, 2 vahid düşdü aşağı. Çıx 3, 3 vahid düşdü aşağı. Amma x-da tərsəmərsət üstünə gələndə, yəni normalda x-in üstünə gəlib çıxanda x oxu boyunca hərəkət edəcək. Üstünə gələndə adam elə edir ki, artmalıdır, sağa getməlidir. Amma burada üstünə gələndə nə olacaq? Sola edəcək, çıxanda deməli sağa edəcək. Məsələn, bu x kvadratından 1 çıxanda 1 vahid sağa, 2 çıxanda 2 vahid sağa, 3 çıxanda 3 vahid sağa, 4 çıxanda 4 vahid sağa. Amma x kvadratın deməli üstünə 1 gələndə, yəni x kvadrat üstə 1 kvadrat, 1 vahid sola. Məsələn, x üstə 2-nin kvadratı 2 vahid sola, x üstə 3-ün kvadratı 3 vahid sola. Deməli, belə daha. Məsələn, x kvadratı üstəlinsin deyək bir dənə a ədədi. Ədədimizin də deməli nə olduğunu bilmirik. İndi bax, x kvadratı üstə 1, məsələn, üstə 2, üstə 3, üstə 4, üstə 5. Bunlar nədir? Getdikcə görsən nə olur? Yuxarı qalxır. X kvadratı üstə 5. Çıxanda nə olur? Bu x kvadratıdır. Tam koordinat başlanğıcında 0, 0-da. İndi sən x kvadratı çıx 1, çıx 2, məsələn, çıx 1, çıx 2, çıx 3, çıxdıqca aşağı gələcək. Amma artıq deməli x-in üstündə elə deyil. İndi mən x-in üstünə getdikcə ədəd gələcəm, mən onun üstünə bir şey gəldikcə o gedəcək sola. X üstə 1, x üstə 2, x üstə 3, x üstə 4, x üstə 5 kvadrat sola. İndi x-dan bir şey çıxanda, məsələn, x çıx 1, x çıx 2, gedəcək sağ tərəfə. X çıx 1-in kvadratı, 1 vahid sola. Məsələn, bu nədir? X çıx 5-in kvadratı. Bu nədir? X çıx 10-un kvadratı. Çıxanda sağa, üstə gələndə sola. Qrafiki belədir. Deməli, indi yenə modul x funksiyasında modul x-in sən üzərinə 2 gələcəksən, 2 qalxacaq yuxarı. 3 gələcəksən, 3 qalxacaq yuxarı. Funksiyanın özündən 3 çıxacaqsan, yəni funksiya modul daxil 3 gələcək aşağı. 4 çıxacaqsan, 4 gələcək aşağı. Amma x-in üzərinə tək boş x-in modulda x yox, modulda x üstə 5. X-in üstə 5 gəldiyimə görə 5 vahid har edəcək sol tərəfə. X-in üzərinə 6 gələndə 6 vahid sola. X-in üzərinə 10 gələndə 10 vahid sola. Amma x-dan nəsə çıxır? Məsələn, x çıx 3, 3 vahid sağa. X çıx 5, 5 vahid sağa. Sürüşməmir. Eyni ilə kök 6x funksiyası.